Əliyev hər şeyi Pezeşkiyanın bircə zənginə qurban etdi. Prezident İlham Əliyevin 5 martda İrandan Naxçıvan Beynəlxalq Hava Limanı və Orta Məktəbə dron hücumundan sonra verdiyi kəskin bəyanat və ardınca dövlətimizin atdığı qətiyyətli addımlar bəzilərini təəccübləndirmişdi. Onlar müqayisə edirdilər, Türkiyə istiqamətində bir gün öncə 4 martda İran tərəfindən raket atılmış, NATO tərəfindən zərərsizləşdirilən raket Hatay vilayətinə düşmüşdü. Bunu misal göstərənlər İlham Əliyevin Ərdoğandan fərqli reaksiya göstərməsini anlamaqda çətinlik çəkirdilər, bir çox halda isə bundan ölkəmizə qarşı sui-istifadəyə cəhdlər hiss olunurdu. Amma fərq həddən artıq çoxdur. 1. Türkiyə istiqamətində atılan raketin hədəfinin əslində Aralıq dənizindəki hərbi obyekt olduğu barədə Türkiyənin özündə belə ciddi iddialar var. Raketin Türkiyəyə atıldığını türk ekspertlərin özləri belə qətiyyətlə deməkdən açıq şəkildə çəkinirlər. Analoji iddia ötən gün Türkiyə istiqamətində atılan növbəti raketə də aiddir. 4 ədəd puanın birbaşa Naxçıvana hücum etməsi isə göz önündədir. 2. Türkiyə istiqamətində atılan raketlərin hədəfi bəlli deyil, çünki havada vurulub. Azərbaycan ərazisinə daxil olan puaqların isə hədəfi tam aydındır. Mülki infrastruktur, aeroport və uşaqların təhsil aldığı orta məktəb. 3. Türkiyə NATO ölkəsidir. Öz ərazisindən İrana qarşı heç bir hücuma izin verməsə də, regionda gərginlik fonunda ölkənin hava məkanı üçün NATO ayaqdadır. Təsadüfi deyil ki, həm 4 martda, həm də 9 martda buraxılan raketləri NATO qüvvələri vurub. Azərbaycan heç bir hərbi blokun üzvü deyil, ərazisində heç bir ölkənin bazası yoxdur. Azərbaycana edilən hücum elə Azərbaycana edilən hücumdur. İrana hücum edən müttəfiqin bazasına yox. Türkiyə atılan raketlərin ABŞ bazalarını hədəf aldığı və NATO-nun da onları zərərsizləşdirdiyi üçün sərt reaksiyadan çəkinə bilər, ancaq səfirini çağırıb etirazını da çatdırır. Azərbaycan isə özünə edilən və birbaşa orta məktəb şagirdlərini, Naxçıvanla yeganə əlaqəni hədəf alan hücuma sakit reaksiya verə bilməz. 4. Ərdoğan da daxil olmaqla heç bir ölkənin nəinki birinci şəxsi, heç naziri belə İran səfirliyinə gedib, Əli Xameneyinin həlak olmasına görə başsağlığı verməyib, yalnız İlham Əliyevdən başqa. 4 martda İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə şəxsən gedib başsağlığı verdi. ABŞ lideri Donald Trump İlham Əliyevə şəxsi münasibətini əl görüşməsindən tutmuş Ağ Evdə stulunu şəxsən çəkməsinə qədər bir çox məqamlarla büruzə verib və dünyaya nümayiş etdirib. Avropa liderlərini Ağ Evdə masasının önündə sıraya düzən Trump İlham Əliyevlə eyni masanı bölüşmüşdü. Türkiyə dolayı yolla müharibəyə cəlb edilə bilər, ağardan vacib xəbərdarlıq. Müasir müharibənin yeni reallığı, algoritm müharibəsi. İrandan atılan ballistik raket İraq və Suriya hava məkanından keçdikdən sonra Türkiyəyə doğru trayektoriyasını dəyişib və Aralıq dənizində yerləşdirilən Aygis S-minisi tərəfindən vuruldu. Atatürk bəndində bəzi raket parçaları aşkarlanıb sosial mediadan. Daha sonra İrandan Naxçıvana doğru 4 kamikaze dronu buraxıldı. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti DTH Bakı-Tbilisi-Ceyhan neft kəmərinə, İsrailin Azərbaycandakı səfirliyinə, Dağ Yəhudiləri dini icmasının liderlərindən birinə və Aşkenazi sinaqoquna hücum planının qarşısını aldığını elan etdi. Və dünən İrandan atılan və rəsmi olaraq Türkiyəni hədəf aldığı bildirilən daha bir ballistik raket, Aralıq dənizində yerləşdirilən NATO-nun Aygis S-minisi ehtimal ki, SM-3 tərəfindən vurulub. Nə baş verir? Əvvəla, ballistik raketin yalnız məhv etməyə yönəlmiş bir silah deyil, həm də siyasi mesaj, sınaq, manipulyasiya, təxribat və qeyri-müəyyənlik yaratmaq üçün bir vasitə ola biləcəyi aydın oldu. Bu hücumların günahkarları bunlar ola bilər. İran daxilində strateji qərar qəbul etmə mərkəzi. İran daxilində strateji aləti, ballistik raket, manipulyasiya etmək qabiliyyətinə malik ara təbəqələrdə qərar qəbul edən, Türkiyə və Azərbaycanı müharibəyə cəlb etməyə çalışan daxili qüvvə, məsələn, rejimdən yalnız Türkiyə və Azərbaycanın müharibəyə cəlb olunması ilə qurtula biləcəklərini düşünənlər, İranın qərar qəbul etmə mexanizmlərini daxildən manipulyasiya etmək qabiliyyətinə malik xarici qüvvə, müharibənin yaratdığı artan stres səbəbindən qərar qəbul etmə mexanizminin strateji səhv qərarı. Nəticə etibarilə hamımız bilirik və fikir yürüdürük. Əgər İranda mərkəzi dövlət ağlını itirməyibsə, Türkiyə və Azərbaycana qarşı müharibəyə girməsi strateji intihar olardı. Digər tərəfdən, İranın bəzi ballistik raketlərinin xüsusilə İraq-Suriya dəhlizindən keçməsi üçün proqramlaşdırılması ABŞ radar şəbəkəsini sınamaq məqsədi daşıya bilər. Bəzi raketlər əslində hərbi nəticələr əldə etmək üçün deyil, sonradan istifadə üçün qarşı tərəfin sistemini öyrənmək məqsədlə atılır.
İrandan buraxılan, İraq və Suriya üzərindən keçən və NATO-nun Aegis esminesi tərəfindən qurulan ballistik raketlərlə bağlı hadisədə ən azı 6 ehtimal var. Raket əslində hədəfinə doğru gedirdi və müdafiə sistemi tərəfindən vuruldu. Raketin naviqasiyası elektron müharibə səbəbindən pozuldu. Raketin trayektoriyası elektron spektr müharibəsi vasitəsilə Türkiyəni göstərmək üçün manipulyasiya edildi. Raketin proqram təminatında sabotaj oldu və trayektoriyası manipulyasiya edildi. Raketə xaricdən aldığı məlumatlar vasitəsilə müdaxilə edildi və istiqaməti dəyişdirildi. İran ABŞ radar şəbəkəsinin sərhədlərini, limitlərini və imkanlarını sınaqdan keçirirdi. Başqa sözlə, bu yem idi.